Yay buradan dirəşir, sentyabrda oradan dirəşir, ara yerdə biz əziyyət çəkirik. Yayın son günlərini yola vermək üçün, sərinləmək üçün 4 dənə fısqırıq, Skrilla ətir tövsiyə edəcəm. Baxmayaraq ki, birinci ətir mass marketdir, ətirin qiyməti çox münasibdir, amma çox samballı bir iş görüblər. Parfümeri Alberto Morelos sitrus mövzusunda asdır, ustadır, əncədir. Zara Aqua Bergamot güvən qoxan kişinin ətrini gətirdi. Sitrus olmasına baxmayaraq çox qalıcıdır. Müşk olduğuna görə orada heyvansız notlar var. Ərkə iyi gəlir. Qalıcı sitrus ətri istəyirsə, amma eyni zamanda işgüzar kişinin ətrini istəyirsə, Bergamasq. Bu ətirlərin arasında xatirələri oyadan ətir Dolce Gabbana Velvet Bergamot ətridir. Sitruslu ətir isə biz bilirik bu ətirlər bizə nə verəcək, bizə nələri yaşadacaq. Məhz Velvet Bergamotu istifadə etsəz, sizdən qətiyyən xoşa gəlməz qoxu gəlməyəcək. Keçirəm xatirə. Kənddə ləyəndə çimirdini. Kruşkada deyirəm, başıma diz otur. Nənənin sandığından çıxan sabunla kənddə çinmisiz ləyənin için. Məsumluğun, qayğısızlığın, paklığın və təmizliyin qoxusudur. İndi keçdik ən bahalı bergamot qoxusu. Creed'in Royal Exclusive seriyasındandır bu ətir. Jardin d'Amalfi. Orada daha çox başqa ingrediyentlər var. Bergamotu daha da zənginləşdirir. Amma görüb görə biləcəyiniz ən zəngin, ən bahalı ətir bax budur. Jardin d'Amalfi Royal Exclusive Creed firmasından. Ha, həvəsdir.